Yaxşılıq eləyən deyinməz, yaxşılıq eləyən yaxşılığını Allah üçün eləyib göndərib. Allahı. Mən üçün nə önəmi var ki, qarşıda olanın bir dənə sağ oluna bəyəm möhtacam mən kiminsə. Sağ ol onun borcudur, o heç. O sağ ol deməyənlərlə də Allahın öz hesab kitabı var ki, sənə yaxşılıq eləyənə sağ ol da demədinsə sən necə insansan, o heç. Amma sənə dəxli yoxdur məsələn. Sən öz işində ol. Allah Peyğəmbərin Quranda tərif edir. Necə tərif edir? Ləqəd cəəkum rasulun min anfusikum. Sizə öz içinizdən bir Peyğəmbər gəlib. Necə Peyğəmbərdir o? Azizun aleyhi mə anittum. Sizin çətinlikləriniz onun üçün çox ağırdır. Yəni sizin başınıza gələn bəlalar onun ürəyini göynədir. Sizin sıxıntılarınız onun üçün dərddir. Sonra buyurur, harisun aleykum. O sizə qarşı hərisdir. Bu ayəni eşitmişsiniz, çox eşitmişsiniz. Həris, dilləri dünyanın hərisidir. Həris pis sözdür axı. Allah Peyğəmbəri barədə müsbət yerdə işlədir. Deyir ki, insanlıq hərisidir o. Peyğəmbərin sevgisi o qədər şiddətlidir ki, söz tapmır ifadə eləsin. Deyir, bu həris adamdır. İnsanlığın hərisidir, yəni müsbət mənada həris. Aşiqdir insanlığa. Ondan sonra nə buyurur? Buyurur, bil-mu'mininə raufur rahim. Möminlərə qarşı isə rauf və mehribandır. Sən demə, bu müşriklərə qarşıymış. Günahkarlara qarşı hərisiymiş. Onların doğru yola gəlməsi üçün hərisiymiş.